koherent dalğalar öyrənəcəyik. Koherent mənbələr, koherent dalğalar nədir? Hə? Biz birinci bu sualın cavabını verəcəyik. İkinci sualımız bizim olacaqdır. Yollar fərqi. Odur. Əvvəl gəlin bu iki sualın cavabını verək. Koherent mənbələr nədir? Yollar fərqi nədir? Koherent mənbələr, bir mənbə burada olsun, o bir mənbəyi, o iki mənbəyi. Bu mənbələrin buraxdığı dalğaların uzunluqları eyni olsa, bir şərtlə uzunluqları eyni olsa və fazalar fərqi sabit qalsa, delta fi bərabərdir, fi 2 minus fi 1, o da bərabərdir, konstant olsa, bu mənbələrə biz koherent mənbələr deyəcək. Bu iki şərt olacaq, koherentlik şərti. Birinci, dalğa uzunluqları bərabər olmalıdır. İkincisi, yollar fərqi nədir? Faza fərqi sabit olmalıdır. Bu şərtə cavab verən mənbələrə deyirlər. Nədir? Koherent nədir? Mənbələr. Oldu. Koherent mənbələr sualının cavabını verdi. Belə deyəm, hesab edən ki, burada, baxın, deməli, biz bu müstəvidir, bir stolun üstüdür. Şu stolun üzərində, məsələn, su doldurmuşuq, bir 15-20 cm su səviyyəsi hündürlüyü var. Ora belə bir dənə, belə bir şey düzəltmişik, belə var. Bunun da ucunda bir kürə var. Bunun da ucunda kürə var. Bunu belə yuxarı qaldırıb salanda kürələr sudan çıxırlar, suya daxil olurlar. Eyni templə olduqlarına görə, eyni ölçülü kürəklər olduqlarına görə bu kürəklərin suda yaratdıqları dalğalar olacaqlar, koherent dalğalar. Bu dalğadan, bu mənbədən dalğalar belə yayılacaqlar. Bu formada, su səthində yayılacaqlar. Görürsünüz, belə yayılacaqlar, bu formada yayılacaq. Məsələn də suyun səthində bir yayılır. İkinci mənbədən də belə yayılacaq. 1 və 2 mənbələr nə oldu? Koherent mənbələr oldu. Bunların yaratdığı dalğalar da olacaq, koherent dalğalar. Bu su səthinin müxtəlif nöqtələrində dalğalar yayılacaqlar. Bu dalğaların bir-birini gücləndirməsi, zəiflətməsinə deyəcəyik interferensiya. Odur. Dalğaların bir-birini gücləndirməsi, zəiflətməsi interferensiyadır. Biraz başqa cürə tərif edirlər. Deməli, yekun rəqslərin amplitudunun zamandan asılı olmayan paylanmasına da interferensiya deyəcək. Burada nəyi bilməliyik biz? Yollar fərqi adlı anlayış var. Yəni, yollar fərqi nədir? O sualın cavabını axtaralım. Məsələn, bu su səthində hər nöqtədə birinci mənbədən də, ikinci mənbədən də gələn dalğalar bir-biri ilə nədir? Görüşürlər. Sonra bu nöqtəyə baxırıq. Məsələn, burada K nöqtəsi var, K nöqtəsinə baxırıq. Birinci mənbədən K nöqtəsinə qədər məsafə olsun D1, ikinci mənbədən K nöqtəsinə qədər olan məsafə olsun D2. Oldu. Burada delta D bərabərdir D2 minus D1. Bu fərqə deyəcək biz yollar fərqi. Yollar fərqinin beynəlxalq sistemdə vahid olacaqdır metr. Oldu. D1 birinci mənbədən baxdığımız nöqtəyə qədər məsafədir. D2 ikinci nöqtədən baxdığımız nöqtəyə qədər məsafədir. Başqa nöqtələrdə var. Bu nöqtəni götürə bilərsiniz. Bu nöqtəndə eyni qədər nöqtələr. Hansı nöqtə istəsəniz götürərsiniz. Bir nöqtədə yollar fərqi bir qiymət alır. Başqa nöqtədə yollar fərqi başqa qiymət alır. Gəl interferensiyanın maksimum şərtini öyrənək. Hansı nöqtələrdə dalğalar bir-birini gücləndirər, hansı nöqtələrdə dalğalar bir-birini zəiflədər. Dalğalar bir-birini gücləndirdiyi nöqtələrlə rəqslərin amplitudu maksimum olacaq. Bu maksimum şərtini yazarım. Delta D yollar fərqində tam sayda lambda yerləşsə, tam say vırılsın lambda. Belə olsa, baxılan nöqtədə interferensiya maksimum olacaq. Bura deyəcək maksimum şərti. Maksimum, interferensiyanın maksimum nədir? Şərti. Belə deyəcəm, riyaziyyat belədir. Delta D bərabərdir K lambda. K burada qiymət alır 0, plus minus 1, plus minus 2 və s. Və s. qiymətlərini alır. Belə çıxır ki, yollar fərqində tam sayda lambda yerləşsə, tam sayda dalğa uzunluğu yerləşsə, baxdığımız nöqtədə dalğalar bir-birini gücləndirəcəklər. Həmin nöqtələr deyəcək, dalğaların maksimum aldığı nöqtələr. Gəlin baxalım, belə. Fikir verin. Burada hesablayaq da, məsələn də, biraz çobut formada, bir lambda
2 lambda, 3 lambda, 4 lambda, 5 lambda, 6 lambda, 7 lambda olsun. Bu misalda tutaq ki, devir oldu 7 lambda. Gəl deyək ki, bax. 1 lambda, 2 lambda, 3 lambda, 4 lambda, 5 lambda, 6 lambda, 7 lambda, 8 lambda, 9 lambda. Deyək ki, bərabər oldu neçə? 9 lambda. Yollar fərqi neçə oldu? 2 lambda. Yəni kanın yerinə neçə yazacaq? 2 yazacaq. Görürsən bax. Tam sayda lambda olduğuna görə kan nöqtəsində dalğalar bir-birini gücləndirəcəklər. Birinci mənbədən gələn dalğalar kan nöqtəsindəki, məsələn, su səthindəki və su molekulunu belə yuxarı qaldıranda, A1 qədər qaldırsa, ikinci mənbədən gələn dalğalar da həmin nöqtəni A2 qədər qaldıracaq. Yekun rəqslərinin amplitudu olacaqdır A yekun. A yekun nəyə bərabər olacaq? A1 plus A2. Bu olur interferensiya maksimal nöqtələrində maksimum qiyməti. İndi təsadüfən A1 A2-yə bərabər götürsəz, belə olsa, onda alacaq A yekun bərabər olacaq 2A-ya. Yəni bu nöqtədə dalğalar bir-birlərini gücləndirirlər. İnterferensiya minimum şərti nə cürdür? Gəlin onu yazalım, bax. Delta'da yollar fərqində bax, tək sayda lambda bölünsün 2 olsa, onda dalğalar bir-birini söndürəcəklər, həmin nöqtədə interferensiya minimum olacaq. Tək sayda nə cürdür? Mesela K hər hansı bir ədəddir. Onu 2-yə vursaq küt ədəd alarıq. Üzərinə bir gəlsək tək ədəd alarıq. Tək ədəd vurulsun lambda bölünsün 2-yə. Yəni delta'da belə bir qiymət alsa, həmin nöqtədə dalğalar bir-birini söndürəcəklər. Həmin nöqtə olacaq minimum nöqtələr. Buna deyəcək interferensiyanın minimum şərti. Minimum nə vaxt alınır? Uşaqlar, minimum bu vaxt alınır. Baxın bir. Delta'da bərabərdir. K 0 olsa alacaq 0,5 lambda. Sonra 1,5 lambda, 2,5 lambda, 3,5 lambda görürsünüz. Oldu. Tam lambda olanda maksimum olur. Tam yarım olanda minimum olur. Belə olsa həmin nöqtə dalğalar bir-birini zəiflədəcəklər. Məsələn, birinci mənbədən gələn dalğa, məsələn, K nöqtəsindəki su molekulunu yuxarı aparmaq istəsə, ikinci mənbədən gələn dalğa buradakı molekul aşağı aparmaq istəyəcək və yekun rəqslərin amplitudu A yekun bərabərdir A1 minus A2-yə bərabər olacaq. A1 A2-yə bərabər olsa 0 baxıyoruz. Yəni həmin nöqtə dalğalar bir-birini söndürürlər. Yəni dalğaların bir-birini gücləndirib zəiflətməsi interferensiyadır. İnterferensiya biz maksimum şərtinə baxdıq, minimum şərtinə baxdıq, yollar fərqini araşdırdıq, koherent mənbələr nədir, onu nədir araşdırdıq. Bir dənə hovuz var. Hovuzun içərisində bir metr məsafənin dövründə bir su var. Su səviyyəsində 1 metrdir. Bu nöqtədə biz dalğalar yaradaq. Bunların düşməklə burada dalğa yaradırıq. Dalğalar nə olacaq? Belə yayılacaqdır. Axırı bu dalğa gedəcək hara?
gələcəkdir, nədir? Hovuzun divarına dəyəcək. Bax, gəldi, dəydi, hovuzun divarına dəydi. Hovuzdan deməli, hovuzun hər bir nöqtəsindən dağlar əsonub qayıdacaq, belə gələcək, belə, məsələn, A nöqtəsindən belə gələcək, hovuzun bir nöqtəsindən belə gələcək, belə gələcəklər dağlar, C nöqtəsindən belə gələcəklər, oldu. Məsələn, başqa bir nöqtə deyək, bu nöqtədən dağa belə qayıdacaq. Hovuzun, deməli, bu sərhəd divarındakı dəyən dalğalar oradan hamısı belə geri qayıdacaqlar və bu nöqtədə bir-birlərini gücləndirəcək. Çünki bu yol nə qədərdirsə, bu yolda o qədərdir, bu yolda o qədərdir. Hamısının üçün yollar fərqi nəyə bərabər olacaqdır? Sıfıra bərabər olacaqdır. Yollar fərqi sıfır olanda dağlar bir-birini gücləndirəcək. Dağlar bu divarı dəyib gələcək, burada bir-birlərini gücləndirəcəklər. Burada böyük amplitudla su dalğaları mərkəzdə alınacaqdır. Bunu təcrübədə yoxlamaq olar. Bu interferensiya su səthi üzərində interferensiya bir misal ola bilər. Aydın oldu. Testlərində nələrlə qarşılaşa bilərsiniz? Məsələn, mən indi istəyirəm onlardan bir söhbət edeyim. Bəzən belə deyirlər, deyirlər ki, yollar fərqi tam lambda qədər dəyişsə. Tutaq ki, əvvəl yollar fərqi, məsələn, delta D əvvəl neçə idi? Məsələn, 15 lambda idi. Məsələn, bu 4 lambda qədər artsın. Yollar fərqi əvvəl belə idi. Oldu, bu A nöqtəsində maksimum alınmışdı. B nöqtəsində tutaq ki, minimum alınmışdı. İndi yollar fərqi 4D qədər artsın, olsun. Delta D əvvəl 15 lambdaydı, olsun delta D olsun 19 lambda. 19 lambda olanda da maksimum alacaq, düzdür. Yenə A nöqtəsində maksimum alınacaqdır, B nöqtəsində yenə minimum alacaq. Deməli, yollar fərqi tam lambda yenə dəyişəndə maksimum nöqtələri də yerində qalır, minimum nöqtələri də öz yerində qalır. Aydındır. Bunların amplitudlarında məsələn böyük dəyişiklik olmur. Məsələn, yollar fərqi tam lambda qədər, tam yarım lambda qədər dəyişiklik olar. Baxın, əvvəl yollar fərqi 15 lambda idi. Məsələn, 2,5 lambda qədər artsın. Olacaqdır 17,5 lambda. Məsələn, A nöqtəsində maksimum alınırdı. A nöqtəsində maksimum alınırdı. B nöqtəsində minimum alınırdı. İndi burada oldu 17,5 lambda. Deməli, A-da minimum alınacaqdır. B-də də artdı. Burada məsələn, artıracaq olacaqdır. Məsələn, A nöqtəsi 15 lambda idi. Burada məsələn, tam yarılmışlar. Düzdür, minimum alın baxın. Burada alınacaq maksimum. Yollar fərqi tam yarım qədər dəyişəndə maksimum nöqtələr, alınan nöqtələrdə minimum alınacaqdır. Minimum alınan nöqtələrdə interferensiya maksimum alacaqdır. Yerlərin birbirine dəyişəcək. Maksimum alınan nöqtələrdə interferensiya intensiv azalacaqdır. Minimum alınan nöqtələrdə rəqsin amplitudu artacaqdır. Bu tam yarım dəyişəndə. Aydın oldu. İndi yollar fərqi məsələn tutaq ki, nə tam lambda dəyişir, nə tam yarım dəyişir. Məsələn, tutaq ki, delta ilə bərabər 0,7 lambda dəyişir. Belə dəyişəndə maksimum nöqtəsi maksimum idi də, intensiv bundan az olacaq, amplitude bundan az olacaqdır.
Maksimum nöqtələrində amplitude azalacaqdır. Minimumdakı ən az idi. Belə dəyişəndə biraz çox olacaqdır. Bir nöqtələrində amplitude artacaqdır. Yollar fərqi deməli tam lambda ilə dəyişəndə maksimum minimum nöqtələri yerlərində qalır. Yollar fərqi tam lambda, tam yarım lambda məsələn dəyişəndə maksimum nöqtələr dönür minimum olur, minimum nöqtələr dönür maksimum olur. Yollar fərqi başqa nisbətdə dəyişəndə maksimum intensivlik azalır, minimum nöqtələrində intensivlik artır. Nə qədər?